Salam dəyərli həmkarlar, hər vaxtınız xeyir olsun. Bugün sizlərə izah edəcəyim mövzu təfəkkürə yeni əlavə olunmuş təfəkkürün növləridir. Abstrakt, produktiv, praktik və analitik. Bu təfəkkürün növləri yeni əlavə olunub, yəni 2026-cı ildən artıq biz bunları öyrənməliyik. Abstrakt təfəkkür nədir? Abstrakt təfəkkür şagirdin konkret faktlardan kənara çıxıb, ideyaları, əlaqələr, ümumi prinsiplər üzərində düşünmə bacarığıdır. Yəni, abstrakt deyəndə mücərrəd anlayış nəzərdə tutulur. Biz onu gözlə görə bilmirik, biz ona toxuna bilmirik. Gözlə görünməyən anlayışlar və ümumi fikirlər üzərində düşünmə abstrakt təfəkkürdür. Məsələn, sevgi. Biz sevginin nə olduğunu bilirik, amma biz ona toxuna bilmirik. Biz onu gözlə görə bilmirik. Sevgi deyiləndə başa düşürük ki, mərhəmət, sevgi, qayğı, bunları biz rahatlıqla başa düşürük, dərk edirik mahiyyətini, nə demək olduğunu anlayırıq. Amma toxuna bilmirik. Amma görə bilmirik. Bu abstrakt təfəkkürdür. Yəni, abstrakt təfəkkür konkret faktlardan kənara çıxır. Mücərrəd anlayış formalaşdırır. Ədalət, dostluq, sevgi, mərhəmət. Bunların hər biri mücərrəd anlayışdır. Biz onları düşünürük, ya toxuna bilmirik, ya da görə bilmirik. Mücərrəd anlayışlar abstrakt təfəkkürə aid edilir. Məcazi ifadələri başa düşmək. Bir sözlə, məcazi ifadələri başa düşürük, toxunmuruq, görmürük. Məsələn, müəllimlər, vaxt qızıldır deyiləndə biz vaxtın qızıl olmadığını, həqiqətən qızıl olmadığını bilirik. Amma dərk edirik ki, bu cümlədə nə demək istəyir? Yəni, vaxtdan səmərəli istifadə etməliyik, vaxta qənaət etməliyik, vaxt qızıldır. Biz nə demək olduğunu anlayırıq, amma görə bilmirik. Amma vaxtın qızıl olduğunu həqiqətən görə bilmirik, toxuna bilmirik. Zamana, vaxta toxunma mümkün deyil. Biz onu sadəcə məcazi formada, mücərrəd formada başa düşürük. Bu mücərrəd anlayışlar abstrakt təfəkkürdür. Burada da ədalət, azadlıq, dostluq kimi ifadələr var. Bunların hər biri abstrakt təfəkkürdür. Abstrakt təfəkkürün formalaşdırdığı bir neçə bacarıq var deyək. Konseptuallaşdırma var, simvolizm və metafora var, bir də ümumiləşdirmə. Konseptuallaşdırma nədir? Konseptuallaşma bir növ konseptual biliklə, yəni əlaqəlidir, yaxındır. Tapşırıqları şagirdin öyrəndiyi anlayışın yönələn tapşırıqdır. Yəni, şagird bu öyrəndiyini başa düşür, dərk edir, izah edir, aydındırmı? Enerji anlayışını güncəlik həyatdan nümunə ilə izah edir, başa düşür, anlayır, konseptuallaşdırır. Bir də simvolizm və metafora. Simvolizm və metafora nədir? Şagird buradakı anlayışı bir şəkil, vəziyyət və ya model ilə əlaqələndirərək onu vizuallaşdırır. Yəni, məsələn, şagird azadlıq anlayışını necə vizuallaşdıra bilər? Vizual nədir? Görüntüyə çevirmək. Müəllim şagirdlərdən istəyir ki, azadlıq anlayışının necə olduğunu, necə başa düşürsünüz, o formada şəklini çəkin. Şagirdlər onu hər hansı bir simvollar, şəkillə göstərməyə çalışır. Bu simvolizmdir. Və yaxud da müəllimlər onu azadlıq anlayışını bir obrazla ifadə edir. Obrazla ifadə edir. Onu azadlığı səhnələşdirə bilər, azadlığı obrazla ifadə edə bilər. Simvolizm və metafora da budur. Bir də var ümumiləşdirmə. Bu bir növ induktiv düşüncəyə yaxındır. Bacarığı ayrı-ayrı fakt və nümunələrdən çıxış edərək ortaq cəhəti, qanuna uyğunluğu və ya ümumi prinsipi müəyyənləşdirmə bacarığı adlanır ümumiləşdirmə. Bütün ekosistemlər üçün keçərli olan ümumi prinsip nədir? İlk öncə nə edir? Ona bir neçə ekosistemlər təqdim olunur. Meşə, səhra, okean və s. Şagirdlərdən soruşurlar. Bütün ekosistemlər üçün keçərli olan ümumi qayda nədir? Ümumi prinsip nədir? İlk öncə nümunələr göstərilir, daha sonra onlar ümumi prinsip altında birləşdirilir. Bu da olacaq ümumiləşdirmə. Daha sonra produktiv təfəkkür gəlir, yəni bunun digər adı məhsuldardır. Produktiv təfəkkür yeni yollar verir. Produktiv təfəkkür yeni fikir, yeni həll yolları yaratmaqdır. Məsələn, şagird müəllimin göstərdiyi məsələni
başqa üsulla həll edir. Uşaq istifadə olunmuş qutudan yeni formada oyuncaq düzəldir. Yəni yeniliyin yaradılması produktivlikdir. Bir də var reproduktiv. Məsələn, uşaq şüşə bankının qapağını aça bilmir. Aça bilmədiyi halda dəfələrlə onu sıxaraq, təzyiq göstərərək güc tətbiq edir, açmağa çalışır. Bu yeni bir hərəkət göstərmir. Sadəcə eyni hərəkəti təkrarlayır ki, bu açılacaq. Baxın, bu reproduktivdir. Amma produktiv düşüncə problemin fiziki mahiyyətini anlayır, başa düşür. Təzyiqin fərqi nədir? Yəni, mən bunu necə başqa yolla aça bilərəm? Deməli, buna əsasən yeni həll yolları tapır, qapağı isti suya qoyur, isti suyun altında saxlayır, daha doğrusu kənarına yüngül zərbə vurur, nazikcə bıçaqla kənardan havanı buraxır. Baxın, bu yeni həll yolu ilə o şüşə bankanın qapağını açmağa çalışır. Bir dəfə əli ilə sıxdı, gördü açılmır. Bunun üçün fikirləşir ki, yeni başqa hansı üsullarla mən bunu aça bilərəm? Onu isti suya qoyur, daha sonra sıxır, havasını götürür. Baxın, bu produktiv təfəkkürdür. Produktiv təfəkkür bir növ yenilikdir. Yeni yollar yaratmaq produktiv təfəkkürdür. Güncəlik həyatda problemin həlli üçün yeni strategiyalar yaratmaq. Bu produktiv təfəkkürdür. Daha sonra praktik təfəkkür gəlir. Praktik təfəkkür nədir? Praktik təfəkkür real həyatda problemə uyğun, yəni əlində olanlardan, əlində olan imkanlardan istifadə edərək işi görə bilməkdir praktik təfəkkür. Yəni mövcud vəziyyətdə və ya hazırki vəziyyətdə əlində nə varsa, əlində olan imkanlardan istifadə edərək problemi həll etməkdir praktik təfəkkür. Burada yenilik yoxdur. Yenilik harda oldu? Produktiv təfəkkürdə. Praktik təfəkkürdə əlində olanlardan hazırki vəziyyətdə necədirsə, o şəkildə onu həll etməyə çalışır. Yenilik yaratmır. Əlimdə olan əşyalardan istifadə edərək problemi həll etməyə çalışır. Bu praktik təfəkkürdür. İnsanın güncəlik həyatda qarşılaşdığı real situasiyaları anlamaq, vəziyyətə uyğunlaşmaq və problemin ən məqsədə uyğun həll yolunu seçmək qabiliyyətidir. Yəni, şagird yalnız qaydanı bilmir. Onu harada, necə tətbiq etməli olduğunu da anlayır. Praktik təfəkkürə aid tapşırıqlara baxaq. Məktəbdə kitabxanadan az istifadə olunur. Siniflər üçün qısa maarifləndirici fəaliyyətlər planı hazırla. Yəni, artıq burada deməli, şagird kitabxanada yenilik yaratmadı. Siniflər üçün qısa maarifləndirici fəaliyyət planı hazırladı. O hazırladı ki, bu maarifləndirici fəaliyyəti, tədbiri, planı şagirdlər kitabxanaya qarşı həvəslənib kitab oxumağa cəlb olunsun. Sinif ekskursiyası üçün 120 manat büdcə var. Nəqliyyat və qidalanmanı nəzərə alaraq elə plan hazırla ki, ekskursiyaya bütün şagirdlər gedə bilsin. Yəni, əlimizdə nə varsa ona uyğun hərəkət edək. Bu, praktik təfəkkürdür. Məsələn, açar içəndə ehtiyat açardan istifadə edir. Gedib yeni bir açar almır, yeni bir qapı kilidini dəyişmir. Daha sonra gəlir analitik təfəkkür. Analitik təfəkkür analiz etməkdir. Hissələrə ayırmaqdır, müqayisə edib qarşılaşdırmaqdır, səbəb-nəticə əlaqəsini axtarmaqdır, sübutla düşünür və alternativ izahlar, yeni izahlar təqdim edir. Yəni, analitik təfəkkür məsələni hissələrə ayırır, səbəbini araşdırır. Bu qədər. Çox asandır bu. Bunu demək olar ki, yeni təfəkkürlər içərisində ən asan analitikdir. Şagird nə edir? Sadəcə analiz edir. Sadəcə təhlil aparır. Bir növ tənqidi təfəkkür burada öz əksini tapır. Məsələlərə müxtəlif perspektivdən baxır, alternativ fəaliyyətləri, variantları qiymətləndirməyi və məntiqə, sübuta əsaslanan qərarlar verməyi əhatə edir. Analitik təfəkkür. Bu təfəkkürü inkişaf etmiş şagirdlərdə məlumatı və ya problemi hissələrə bölüb, həmin hissələr arasındakı əlaqələri müəyyənləşdirərək məntiqi, sübuta əsaslanan nəticəyə gəlmə bacarığı yüksəkdir. Bunun da, yəni analitik təfəkkürün də bir neçə bacarığı var ki, bu bacarıqlar analitik təfəkkürü formalaşdırır.
Hissələrə ayırır, müqayisə edib qarşılaşdırır, səbəb-nəticə əlaqəsi axtarır, sübutla düşünür, danışır, alternativ izahlar təqdim edir. Hissələrə ayırma. Mətnin giriş hissəsini, əsas fikrin olduğu abzasları və nəticə hissəsini müəyyənləşdirir. Verilmiş məsələni həll edə biləcəyini kiçik tapşırıqlar şəklində yazır. Baxın, ilk öncə giriş hissəni müəyyənləşdirdi, əsas fikrin olduğu abzasları tapdı, nəticə hissəni müəyyənləşdirdi. Yəni, bir mövzunun, bir mətnin giriş hissəsini, əsas hissəsini, abzaslarını, nəticəsini müəyyənləşdirdi. Yəni, onu hissələrə ayırdı. Məsələn, müəllimlər, analitik təfəkkürü bu şəkildə də yadda saxlaya bilərik. Şagird səhv cavab verdiyini addım-addım yoxlayıb səbəbini tapır. Yəni, onu sırayla analiz edir. Mətni oxuyarkən hadisələrin niyə baş verdiyini araşdırır, səbəb-nəticə axtarır, niyə baş verdi? Bitkinin niyəsi olduğunu və buna səbəb olaraq su, işıq, torpaqla əlaqəli olduğunu düşünür. Səbəb-nəticəni rahatlıqla tapa bilir. Müqayisə və qarşılaşdırma. İki obrazı müqayisə et, oxşar fərqli cəhətləri araşdır, fərqlərini, nəticəyə təsirini müəyyənləşdir. Eyni məsələni iki üsulla həll et və müqayisə et. Hansı problemi daha sürətli həll etməyə kömək olur, hansı daha dəqiq və aydın həll yoludur. Daha yaxşısı, daha lazımlısı, ən əsası, biz bunu təhlil mərhələsində də öyrənmişdik. Yəni, analiz etmək, analitik təfəkkür, təhlil etmək də həmçinin analitik təfəkkürdə aiddir. Səbəb-nəticə. Baş vermiş tarixi hadisənin səbəblərini, həmçinin qısa və uzun müddətli nəticələrini müəyyənləşdir, əsərdə baş obrazın qərarının səbəblərini və nəticələrini əlaqələndir. Baxın, səbəb-nəticə əlaqəsi də budur. Şagird hazırda imtahandan 100-ə 40 bal toplayıb və o düşünür ki, mən nə üçün, niyə 40 bal topladım? Şagird bunun səbəbini axtarır və nəticəyə gəlir ki, mən telefona daha çox vaxt ayırdım, amma kitab oxumağa vaxtımı o qədər də sərf etmədiyim üçün mən imtahandan yaxşı nəticə toplaya bilmədim. Səbəb-nəticə əlaqəsini rahatlıqla görüb tapa bilir. Bu da analitik təfəkkürdür. Daha sonra sübutla düşünmə, bir də alternativ izahlar var. Sübutla düşünmə nədir? Sübut istəyir, dəlil, fakt əsaslanır faktlara. Tarixi iddianı mənbə ilə sübut etmək üçün sənəd və statistik məlumatlardan necə istifadə edərdin? Mətnin əsas ideyasını təsvir edən iki fikir tap. Artıq sübut istəyir. Tarixi iddianı mənbə ilə sübut etmək üçün sənəd və statistik məlumatlardan necə istifadə edərdin? Elə istifadə et ki, sübut olaraq bunu göstər. Sübut istəyir. Bir də alternativ izah. Məsələnin başqa həll yollarını araşdır. Başqa necə tapa bilərik? Başqa hansı həll yollarını tapa bilərik? Baxın, bu alternativ izahdır. Daha yaxşısını, ən lazımlısını axtarmaq da həmçinin analitik təfəkkürə aid edilir. Sizə bir nümunə də deyim. Şagird bitkinin niyəsi olduğunu araşdırarkən suyun azlığını, günəş işığının və torpağı müqayisə edir. Yəni, o bilir ki, bitkinin solması bu üç səbəbdən asılıdır. Daha sonra şagird imtahanda hansı sualları niyə səhv etdiyini təhlil edir. Baxın, burada da analitik təfəkkürdür. Şagird riyaziyyat məsələsində səhv etdiyi addımı tapmaq üçün həlli başdan sona yoxlayır. Yəni, səbəb-nəticə axtarır burada da. Bu da analitik təfəkkürə aid edilir. Deməli, gəlin ümumi bir təhlil də edək. Abstrakt təfəkkür mücərrəd anlayışları əhatə etdi, hansı ki biz orada gözlə görə bilmirik, əllə toxuna bilmirik, sadəcə eşitdiyimiz sözün nə demək olduğunu başa düşürük. Bu da abstrakt təfəkkürdür. Daha sonra produktiv təfəkkür keçdik. O yeni həll yolları yaradır. O problemin həlli üçün yeni yollar düşünür. Praktik təfəkkür isə mövcud vəziyyətdə, hazırki vəziyyətdə əlində olan imkanlardan istifadə edərək o problemi həll etməyə çalışır. Burada yenilik yoxdur. Yenilik produktivdədir. Praktik təfəkkür sadəcə əlində olan əşyalardan, əlində olan imkanlardan, hazırki vəziyyətdən çıxış yolu tapmağa çalışır. Bir də analitik təfəkkürü keçdik. Analitik təfəkkür isə daha yaxşı, ən lazımını axtarır və tənqidi təfəkkür burada öz əksini tapır. Şagird bir növ analiz, təhlillər aparır.
Bəli, dəyərli həmkarlar, izahımız bu qədər. Çox sağ olun.